Birincisi, qəsdlə, bilərək yemək və içmək. Həmən insan günah qazanır, günahına görə tövbə etməlidir və həmən günü qəza etməlidir. Amma bir insan yemək yeyərsə, hökmünü bilmədən pozur deyə və yaxud da kimsə onu yeməyə məcbur eləyərsə və yaxud da yemək yeməyi oruclu olduğunu unudaraq yeyərsə, həmən insan orucunu davam eləyir, orucu səhihdir. Şeyx İbn Ütheymin rahimehullah deyir, 3 şərtlə olmalıdır. Birincisi, həmin insan hökmünü bilmiş olmalıdır. İkincisi, xatırlayaraq onu etmiş olmalıdır. Üçüncüsü də ixtiyarı ilə, seçimi ilə, yəni məcburan etmiş olmamalıdır. Bu 3 şərt əsasında hər hansı bir orucu pozan şeyi icra etsən, orucun pozulur. İkincisi, əgər bir insan Ramazanda ağzı oruçkən cinsi münasibətdə bulunarsa, orucu pozulur və onun kəffarəsi gəlizləşdirilmiş o insana